Yeməklə birlikdə su içənlər, artıq çəkinizin səbəbinin bu olduğunu desəm, hətta əgər yeməklə birlikdə soyuq su içirsinizsə, qastritiniz varsa və qastritinizin get-gedə pisləşdiyinizi düşünürsünüzsə, ağrılarınız artıbsa, onun səbəbi də budur. Çünki yeməklə birlikdə su içmək mədə üçün çox zərərlidir və eyni zamanda artıq çəkinin, şişkinliyinin, həzm pozğunluğunun köpün birinci səbəbidir. Hələ mən adi suyu demirəm, qazlı sular, təbii şirələr və yaxud da ki, kola, fanta kimi içkilər də bu pisləşmənin bir səbəbidir. Çünki su orqanizmimizə yeməklə birlikdə su daxil edəndə fərq yoxdur, soyuq su, ilıq su və yaxud da otaq temperaturunda olan su. Bu zaman mədəmiz sərtləşir, çünki o qidanı həzm eləməyə hazırlaşıb və ona fokuslanır. Ona görə ifraz etdiyi ferment də bizim qəbul etdiyimiz su ilə birlikdə durulaşır və öz təsirini azaldır. Nəticə etibarilə həzm saatlarımız uzanır. Yəni, əgər 20-30 dəqiqəyə bu qidanı həzm eləyə bilərdisə mədə, onda bunun vaxtı uzanır saatlara və daha uzun müddətə. Hələ əgər yağlı qida qəbul ediriksə və yaxud da quru meyvələr istifadə ediriksə və onunla birlikdə mayi içiriksə, onda həzmimiz daha da pozulacaq və mədədə uzun müddət qalan qida, həzm olunmamış qida bir müddət sonra həzm olunmayacaq və o şəkildə də orqanizmimizdən çıxacaq. Nəticə etibarilə həzm olunmamış qida bağırsaqlar da tanımadığı üçün onun sadəcə enerji mənbəyi depo kimi yığılacaq və siz çəkinizi artıracaqsınız. Artıq çəkidən, köpdən, qazdan, şişkinlikdən şikayət edirsinizsə, pəhriz saxlamaq öz yerində elə birinci yeməklə birlikdə su içmək vərdişinizi tərk edin. Görəcəksiniz, hər şey daha yaxşı olacaq.